Amma Ramil Mehdiyevin təbii ki, məndə hamısının təvəllüdü, o əsas aparıcı fiqurları, heç kimi tanımadığı deputatın o astroloji xəritəsi mənim nəyimə lazım? Aktivizdə olanlardan gedir, mediada görünən sifətlərdən gedir. Ramil Mehdiyevin o dönərgəsi 2026-nın ortalarında bitəcək. Bu da qənaətlə 2019-da başlayır səltənətin sökülməsi. 2026-nın ortalarına, may ayda demək olar, yəni maksimum iyun. Yəni, onda sona yaxınlaşmışıq. Hadi, yəni 7-8 ay qalıb. Yəni tamam, yəni bu adam artıq tarixin arxivinə gedir. İndi arxivdə deyil, çox aktivdə o müdafiə edənlər də var, nə bilim, başqa deyilən və deyilməyən nəsnələr də var. Yəni mən o elmə söykənsəm, gələn ilin ikinci yarısına qədər artıq bunun o səltənəti süquta uğrayacaq. Deməli, bugün sabahlıq deyil də, demək ki, bir də indi gələn illə bağlı da danışarıq. Fevraldan o tərəfə Azərbaycanda çox böyük o barədə dəyişikliyə olacaq. O deyirlər, yer-yerindən oynayacaq. İndi elə bil onun bir anonsudur. Hələ indi 2 dənə, 3 dənə nazir çıxsa belə hələ anonsudur. Tamam, o süpürür. Qarşıda daha böyük hadisələr gözləyir. Onu xüsusi bir proqram həsr edir. Yeni il ərəfəsində ənənəmiz uyğun olaraq gələn ilin çox belə siyasi ildə at ilidir. Oddu at ilidir. Qırmızı rəngdə at ili. Qırmızı illər Çin horoskopuna görə dəyişikliklər, çevrilişlər, xalq hakimiyyət qarşı durmaları dünyada böyük müharibələr başlamayıb o illərdə. Amma o daxili daşlar yerində o tutmağa yönəlik hadisələr olacaq. Onu indi bu da bir anons kimi olsun ki, dekabrın sonlarına yaxın bunu daha dərin deyərik.